Xeybər döyüşü 1-ci hissə. Hicri 7-ci il, miladi 628-629-cu il Peyğəmbər sallallahu Xeybərdəki Yəhudi qalalarının İslam üçün təhlükə yaratdığını müəyyənləşdirirdi. Xeybərdəki Yəhudi qəbilələri daha əvvəl Mədinədəki Yəhudilərlə birgə müsəlmanlara qarşı sui-qəsdlərdə iştirak etmişdilər. 700-1600 nəfərlik müsəlman ordusu Xeybərə doğru hərəkət edirdi. Xeybər bir-birini qoruyan 7 möhkəmləşdirilmiş qaladan ibarət idi. Naim, Qamus, Şiq, Nətah, Zəbə, Sulalim və Katibə. Bu qalalar strateji baxımından çox güclü idi və mühasirəyə qarşı hazırlanmışdı. Döyüşün ilk günlərində Xeybər qalasını fəth etmək mümkün olmadı. Müsəlmanlar ilk olaraq Naim qalasını mühasirəyə alır. Peyğəmbər sallallahu əvvəlcə bayrağı bəzi səhabələrə verir, Əbu Bəkir və Ömərə. Lakin onların cəhdləri uğursuz olur. Rasulullah sallallahu bu hadisədən sonra buyurdu: Müsəlmanların bu bayrağını sabah elə bir şəxsə verəcəm ki, Allah Xeybərin fəthini onun iki əli ilə müyəssər edəcək. O, Allahı və Allahın Rəsulunu sevir. Allah və Rəsulu da onu sevir.